Son illər cəmiyyətimizdə müşahidə olunan mənəvi böhran, ərli qadınların ailədən uzaqlaşması problemi. Son illər cəmiyyətimizdə narahat edici bir tendensiya müşahidə olunur. Bəzi ərli qadınlar uşaqsız və ya bir neçə uşağının olmasına baxmayaraq, əri ilə boşanmadan kiməsə qoşulub ailələrini tərk edir, daha sonra isə çox vaxt aldadıldıqlarını anlayırlar. Bu da ailənin dağılması ilə nəticələnir. Bu, sosial və mənəvi baxımdan ciddi düşündürücü haldır. Bu vəziyyətin səbəbləri barədə müxtəlif ehtimallar irəli sürülür. Bəlkə də bu, televiziya verilişləri və sosial şəbəkələr vasitəsilə aparılan yanlış təbliğatın nəticəsidir. Çünki uzun illərdir televiziya efirlərində ailə münasibətləri qeyri-ciddi, bəzən də mənəviyyatdan uzaq formada təqdim olunur. Hətta bəzi verilişlərdə ər-arvad münasibətləri şəxsi və intim təfərrüatlara qədər ictimailəşdirilir. Belə nümunələrin cəmiyyətə mənfi təsir göstərməsi qaçılmazdır. Digər tərəfdən, son zamanlar gənclər arasında da əxlaqi dəyərlərin aşınması müşahidə olunur. Gənc kişilərin yaşca onlardan böyük, çox vaxtda ailəli qadınlara meyil etməsi xala kultu kimi təqdim edilir və bu da ictimai mənəvi degenerasiyanın bir göstəricisinə çevrilib. Bu kimi halların qarşısını almaq üçün dinin bu məsələyə münasibətinə diqqət yetirmək vacibdir. Quran-ı Kərimdə açıq şəkildə bildirilir ki, ərli qadınlarla intim münasibət qurmaq, hətta xoş niyyətli olsam belə ərli qadınlarla, yəni boşanmamış, evlənmək haramdır. Ən-Nisa surəsi 23 və 24-cü ayə, analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və ərli qadınları almaq da sizə haram edildi. Maraqlı məqam budur ki, bu qadağa ana və bacı ilə evlənmə qadağası ilə eyni sırada çəkilir, yəni eyni dərəcədə ciddi mənəvi məsuliyyət daşıyır. Quranda donuz ətinin və içkinin haram olduğu bildirilir, lakin müəyyən fövqəladə hallarda, məsələn aclıqdan ölüm təhlükəsi zamanı bu qadağaların müvəqqəti pozulmasına icazə verilir. Lakin ərli qadınla münasibət qurmaq məsələsində belə bir istisna yoxdur. Bu, Quran baxımından qəti və mütləq bir qadağadır. Bu səbəbdən cəmiyyətimiz bu məsələni ciddi şəkildə düşünməli, din xadimləri və ziyalılar bu mövzuda Quran ayələri ilə maarifləndirmə işini gücləndirməlidirlər. Əks halda ailə institutunun dağılması, mənəvi dəyərlərin itməsi, cəmiyyətin günah bataqlığına sürüklənməsi və sonda tamam məhv olması qaçılmaz olacaq.